acil fərəcəhum. Gördüğünüz mübarək əsəri İmam Zaman əleyhissalamın ikinci naibi Muhammed bin Osman Əl-Əmri Rıdvanullahi aleyhin qəbridir. Həzrət İmam Zaman əleyhissalamın ikinci naibidir qeyd elədik. Atası Osman ibn Səid İmam Zaman əleyhissalamın birinci naibi idi. Bu da ki, atası vəfat edəndən sonra imamın əmri ilə ikinci səfir kimi, ikinci naib kimi təyin olundu və imamla şiyələr arasındakı vasitəçiliyi ən ali dərəcədə icra elədi. İmam Həsən Əskəri əleyhissalamla bunun və atasının barəsində məşhur hədis var. Buyurur ki, Əl-Əmriyyü və ibnuhu siqatan. Əmri, yəni Osman ibn Səid və onun oğlu, yəni Muhammed ibn Osman, bu kişi, İmam Həsən Əskəri əleyhissalam buyurur ki, siqatan, iki dənə ən düz danışan kişilərdirlər. Ma əddiya iləykə fə inni yuəddiyan. Hər ey şiyələr, sizə hər nə çatdırsa mənim əmrimi çatdırır. Fəsmə'u ləhuma və ati'uhuma.